Salam, mən Premium Akademinin İngilis dili müəllimi Nərgiz Əlzadə. Bugün sizlərlə 5 oktyabr tarixində keçirilmiş güvən sınağının 11-ci siniflər üzrə izahını verəcəm. Gəlin listening sualları ilə tanış olaq. Bu listeningin birinci birinci sualda C variantı olacaq. The value of education and personal development. İkinci sualda which statements are true according to düzgün cümlələri seçməliyik. Burada mətnə əsasən düzgün cümlələrimiz 1 və 3-cü cümləmiz olacaq. Düzgün variant D variantı olacaq. Üçüncü suala baxsaq, education helps young people. Düzgün cavabımız build trust and values in life. Y variantı bizim düzgün cavabımızdır. Listeningi dinləsək, görərik ki, elə listeningdə də bu cavab qeyd olunub. Digərləri isə listeningdə səslənmir və hər biri mənfi rəy olduğu üçün düzgün cavab deyil. Daha sonra dördüncü sualda why do parents want to develop an interest in national music in their children? Nə üçün valideynlər uşaqların milli musiqiyə olan marağının artmasını istəyirdilər, inkişafını istəyirdilər. Burada da listeningdə deyildiyi kimi düzgün cavabımız olacaq ki, because music connect young people to their culture. Çünki musiqi onları, gənc insanları öz mədəniyyətləri ilə bağlayırdı. Buna görə düzgün cavabımız bu cümlənin davamında bu verilməlidir. Sualın cavabı because music connect young people to their culture. 5-ci sualda honesty is a value that parents, doğruluq, dürüstlük elə bir dəyərdir ki, valideynlər və cümlənin davamını listeningə görə tamamlasaq, bu cür deyəcəyik ki, because parents want their children to keep, because it build trust in families and society. Honest, dürüstlük elə bir dəyərdir ki, valideynlər istəyirdi ki, uşaqları onu qorusun, ailədə inamı qorusunlar, cəmiyyətdə inamı qorusunlar. Buna görə də düzgün cavabımız want their children to keep because it build trust in families and society. 6-cı sualda bizdən activity sözünün təyin eləyən sifəti istəyir. Burada da düzgün sifətimiz daily olacaq. Gündəlik. Daily. Gəlin indi qrammatik sualların izahına baxaq. 7-ci sualda düzgün yiyəlik halı istəyir bizdən. A variantında the fathers and the sons room is upstairs. Burada iki şəxsdən söhbət getdiyi üçün fathers and sons, onlardan sonra gələn room sözü cəmdə olmalıydı, rooms formasında olmalıydı. Buna görə də A variantı yanlışdır. B variantı the Taylor's apartment is on the top floor. B variantı düzgün variantımızdır. Bilirik ki, soyadlar əgər qarşısında Z artiklı ilə işlənərsə, bu zaman cəmlənər, daha sonra apostrof qəbul edər. B variantı düzgündür. C variantında woman's clothes, woman cəmi kökündən dəyişən isim olduğu üçün istər təkdə, istərsə də cəmdə S özünə bitişdirməz. C variantı da yanlışdır. D variantı the students written, the students has written. Yəni burada verilən apostrof S has-in qısaldılmışıdır. Yiyəlik hal deyil. D variantı da yanlışdır. Y variantında soyadın qarşısında yenə Z işləndiyi üçün soyad cəmlənib, daha sonra S sonra apostrof qəbul etməliydi. Y variantı da yanlışdır. 8-ci sual. Yenə yiyəlik hal mövzusuna aid bir sual nümunəsidir. 3 weeks holiday düzgündür. Əgər miqdar sayı işlənibsə, S daha sonra apostrof sözümüzü cəmləyib, sonra yiyəliyə salarıq. 2-də a day's work. Əgər sözün qarşısında E artiklı işlənibsə, bu zaman apostrof S formasında yiyəliyə düşməliydi. Çünki E artiklından sonra isim təkdə gəlməlidir. 3. 2 years experience. 2 işlənibsə isim cəmlənib, daha sonra apostrof düzgündür. 4. 5 years delay. 5 hours. 5 hours. Qarşıda 5 işləndiyi üçün hours sözü cəmlənib, daha sonra apostrof qəbul etməli idi.
5-də isə one month salary. Biz bilirik ki, sözün qarşısında and one işlənərsə təkdə olar. Ondan sonra gələn isim təkdə olar. Burada da təkdə yiyəliyə düşdüyü üçün 5-də düzgündür. Yəni düzgün cavabımız 1, 3, 5 D variantı olacaq. 9-cu sual. Choose a line of nouns in the plural. Cəmdə olan isimləri istəyir bizdən. A variantında hər biri cəmdədir. Woman, geese, trousers. A variantı düzgündür. B variantında book təkdədir. C variantında information təkdədir. D variantında actress təkdədir. Y variantında news və advice sayıla bilməyən tək isimlər olduğu üçün yanlışdır. 10-cu sual. Mürəkkəb isimləri istəyir bizdən. Gəlin baxaq 10-cu suala. Mürəkkəb isimlər collaboration düzəltmədir. B variantında personality düzəltmədir. C variantında participant düzəltmədir. D variantında reader düzəltmədir. Y variantında isə backpack və playlist. Hər ikisi mürəkkəb isimlər olduğu üçün düzgün cavab Y variantı olacaq. 11-ci sual. Choose a line of uncountable nouns. Sayıla bilməyən isimləri seçməliyik. A variantında caravan sayılır. Karvan. B variantında example sayılır. C variantı düzgündür. Lock and to space heç biri sayılmır. D variantında fridge sayılır. Y variantında isə date sayıldığı üçün yanlışdır. Düzgün cavab C variantı olacaq. 12-ci sual. Derivative nouns düzəltmə isimləri istəyir bizdən. A variantında vegetable sadə isimdir. B variantında teamwork compound noundur. C variantı athlete sadə isimdir. D variantı container and beginning düzgün cavabımız budur. Er və ing şəkilçiləri işlənib. Y variantında isə website mürəkkəb isim olduğu üçün yanlışdır. 13-cü sual. Line of nouns. İsimlərin cərgəsini seçməliyik. Biz bilirik ki, able şəkilçisi sifət düzəldən şəkilcidir. Buna görə də comfortable sözü sifətdir. Loose boş deməkdir. Əyindən tökülən boş bu mənalarda işlənir. C variantı healthy sağlam. Y variantında isə curious sifət olduğu üçün yanlışdır. Düzgün cavab D variantı gift and memory. 14-cü sual. Singular nounlar, yəni təkdə işlənən isimləri istəyir bizdən. Biz bilirik ki, cattle və goods toplu isimlərdir. Toplu isimlərdə həmişə cəm hesab olunduğu üçün 2 və 3 çıxdıqda yerdə 1-4 qalır. News and mass. Hər biri tək isimlərdir. Cavab olacaq B variantı 1-4. News xəbər, mass isə riyaziyyat. Elm, fənn adları da bildiyimiz kimi təkdədir. 15-ci sual. Düzgün variantı seçməliyik və bilirik ki, advice sayıla bilməyən tək isimdir. Sayıla bilməyən isimlər heç zaman artikılla işləməz. Buna görə A variantı yanlışdır. B variantında advice sözü cəmlənib. Sayıla bilməyən isim cəmlənməsi yanlışdır. C variantda piece of advice yox, piece-in artiklı qarşıda gəlməli idi. A piece of advice formasında olmalı idi. D variantı sayıla bilməyən isim cəmlənməz və qarşıda miqdar sayıla işlənməz. Buna görə D də yanlışdır. Düzgün cavab Y variantı. Two pieces of advice. 16-cı sual. Düzgün artiklı qoymalıyıq. Blue dress she wore yesterday was beautiful. Hansı mavi paltar? She wore yesterday. Onun dünən geyindiyi artıq bizə məlum olduğu üçün birinci boşluğa Z artiklı qoyacağıq. She wants to buy və o bugün yaşıl birini almaq istəyir. Biz bilirik ki, van burada dress sözünü əvəzinə işlətdiyimiz bir əvəzlikdir. Və buna görə də vanın artiklı greenin qarşısına keçməlidir. İkinci boşluğumuzda isə E artiklını qoymalıyıq. A green van. Buna görə də düzgün cavabımız Z və E artiklları C variantı olacaq. Düzgün cavabımız C variantı. 17-ci sual. Düzgün variantı seçməliyik. Yenə artikl mövzusu ilə bağlı bir sual nümunəsidir. Biz bilirik ki, mostdan sonra isim gələrsə, mostun qarşısında heç bir artikl işlənməyəcək. Mostdan sonra sifət gələrsə, bu artıq sifətin üstünlüyü dərəcəsi hesab olunur və bilirik ki, sifətin üstünlüyü dərəcəsində hər zaman the most formasında işlədirik. Birinci tərəfdə isim, ikinci tərəfdə sifət gəldiyi üçün birinci tərəf boşluq, ikinci tərəfdə isə Z artiklı qoyacağıq. Düzgün cavabımız Y variantı olacaq. 18-ci sual. Səhra adları ilə biz bilirik ki, artikl işlənir. Buna görə birinci tərəfə Z,
İkinci tərəfə isə dünya. Biz bilirik ki, varlığı vahid isimlər sun, moon, world bu isimlərin qarşısında hər zaman z işlənir. Buna görə ikinci tərəfdə də z. Hər iki tərəfdə z, düzgün cavab A variantı olacaq. 19-cu sual. Bizə boşluq verilib və həmin cümləni oxuyub boşluğa uyğun variantı qoymalıyıq. Is a building where people go to worship. Worship ibadət etmək deməkdir. Deməli bu elə bir tikilidir ki, ora insanlar ibadət etmək üçün gedirlər. Düzgün cavabımız burada A variantı temple, məbəd sözüdür. Subway, metro, yard, həyət, restroom, istirahət otağı, desert isə səhra deməkdir. Düzgün cavabımız temple, məbəd olacaq. 19-da A variantı. 20-ci sual. 20-ci sualda sözləri izahları ilə, definitionları ilə match etməliyik, yəni uyğunlaşdırmalıyıq. Gəlin birinci sözlərimizə baxaq. Flexibility, çeviklik, greeting, salamlaşmaq, author isə müəllif deməkdir. Deməli, author müəllif, yazıcı, buna görə düzgün cavabımız 3-də A olacaq. As a writer of a book, kitabın yazarı, məqalənin yazarı. Greeting, salamlaşma. Düzgün cavabımız burada B olacaq. 2-də B. A welcome to someone, kiməsə xoş gəldiniz demək, salamlaşmaq. Flexibility isə çeviklik, C var, yəni buna isə C gedəcək. Deməli, the ability to change easily according to the situation. C, B, A. Düzgün cavabımız C variantı olacaq burada. 21-ci sualla davam edək. 21-ci sualda düzgün sinonim cütlüyünü istəyir bizdən. A variantında band, orkestra, survey, sorğu deməkdir. Buna görə A variantına çıxırıq. Sinonim cütlüyü deyil. Expert, expert. Speaker isə danışan. Bunu da çıxırıq. Difference, müxtəliflik. Resource isə mənbə deməkdir. D variantında information, məlumat, data da məlumat olduğu üçün düzgün cavabımız D variantıdır. Y variantında isə variety, müxtəliflik, proportion, nisbət. Bu da yanlışdır. 22-ci sual. 22-ci sualda introduction, təqdimat sözünün sinonimləri, altına xətt çəkilən sözün antonimlərini istəyir bizdən, opposite meaningini istəyir. Introduction təqdimat, giriş deməkdir. Antonimləri isə conclusion, yekun və ending, yekun. Yəni sonlandırma deməkdir. Yekun. Introduction isə təqdimat, yəni ilk baş verilən hərəkət introduction, sonda verdiyimiz məlumat isə conclusion adlanır. Antonimləri 2 və 3, düzgün cavabımız A variantı olacaq. Davam edək mətn sualları ilə. Mətn sualları da 23 və 30-cu sualları əhatə edir. Gəlin mətnimizlə tanış olaq ilk növbədə. The Maasai people live in Kenya and Tanzania in East Africa. Maasai insanları Şərqi Afrikada, Kenyada və Tanzaniyada yaşayırlar. They are well known for their tall appearance, colorful clothes and strong traditions. Onlar özlərinin hündür görünüşləri ilə, rəngli geyimləri və güclü adət-ənənələri ilə tanınırlar, məşhurdurlar. The Maasai live in small villages called enkangs, which are built in a circle shape with houses made of mud, stick and grass. Onlar kiçik bir kənddə yaşayırlar, hansı ki buna enkang adlandırırlar və onun palçıqdan, çubuqlardan və otlardan tikiblər. The land is open and dry. Oranın torpağı quru və açıqdır. But the Maasai have learned to survive in this environment for centuries. Amma onlar əsrlər boyu bu ərazidə, bu mühitdə sağ qalmağa öyrəniblər. Sağ qalmağı bacarıblar. Cattle are the heart of Maasai culture. Malqara Maasai xalqının yəni qəlbidir, əsasını təşkil edir. They keep large herds of cow which provide milk, meat and skins. Onlar geniş malqara sürüsü saxlayırlar, hansı ki bu onları ətlə, südlə və dəri ilə təmin edir. Cattle are also used in trade and are a symbol of wealth and status. Malqara onlar üçün ticarət mənbəyidir. Onlar ticarətdə istifadə edirlər. Həmçinin də
var dövlət və status simvoludur. The Maasai move their herds to find fresh grass and water. Maasai xalqı öz malqarasına təzə ot və su tapmaq üçün hər zaman move köç edirlər, hərəkətdədirlər ki, öz malqarasını yemləsinlər. Besides cattle, they also keep goats and sheep. Malqaradan başqa onlar həmçinin də, yəni inəkdən başqa, inək sürüsündən başqa onlar həmçinin də keçi və qoyun sürüsü də saxlayırlar. All the modern schools and towns exist. Many Maasai continue their traditional lifestyle and wearing red clothing called shuka and decorating themselves with careful beads. Müasir məktəblər və şəhərlər mövcud olsa da, bir çox Maasai insanı hələ də ənənəvi həyat tərzini davam etdirir və onlar şuka, özlərini şuka adlanan qırmızı geyimlərini geyinir və özlərini muncuqlarla bəzəyirlər. Maasai preserve their traditions, through ceremonies and dances. Maasai xalqı ənənələrini mərasimlər və rəqslər vasitəsilə qoruyurlar. One famous event is a jumping dance where young men show their strengths and skills. Məşhur mərasimlərdən biri də gənc kişilərin öz güclərini və bacarıqlarını nümayiş etdirdikləri tullanma rəqsidir. These ceremonies mark important stages in life, such as becoming a warrior or getting married. Bu mərasimlər döyüşçü olmaq və ya evlənmək kimi həyatın mühüm mərhələlərini qeyd edir. Even as the world changes, the Maasai protect their culture with pride and share it with visitors from around the world. Dünya dəyişsə də Maasai xalqı mədəniyyətlərini qürurla qoruyur və onları dünyanın hər yerində və öz mədəniyyətlərini dünyanın hər yerindən gələn ziyarətçilərlə bölüşürlər. Gəlin indi isə suallarla tanış olaq. 23-cü sualda mətn nə haqqındadır deyə bizdən soruşur. Mətn təbii ki, Maasai xalqının adət ənənələri haqqındadır. Oxuyub tərcümə etdiyimiz kimi. Düzgün cavabımız burada B variantı olacaq. The traditions and lifestyle of the Maasai people. Digərləri isə sadəcə mətndə adı çəkilə bilər, amma tam olaraq mətnimiz nə haqqdadırsa düzgün şəkildə ad seçməli olsaq düzgün cavabımız B variantı olacaq. 24-cü sual. Sualın düzgün cavabını seçmək tələb olunur bizdən. What's the main role of cattle in Maasai culture? Maasai mədəniyyətində malqaranın əsas rolu nədən ibarətdir? Düzgün cavabımız burada C variantı olacaq ki, they are a source of food, trade and wealth. Maasai xalqı üçün İnək, yəni malqarası həm qida mənbəyidir, həm ticarət, həm də güc mənbəyidir, gəlir mənbəyidir. Buna görə də düzgün variantımız C variantı olacaq. 25-ci sual. Choose the correct variant to complete the sentence according to the passage. Düzgün şəkildə cümləni tamamlamalıyıq mətnə uyğun şəkildə. The Maasai only eat food bought from modern towns. Xeyr, burada modern towns deyil. Onlar köhnə ənənələrini qoruyublar. Müasir şəhərlərdən əldə etdikləri qida ilə qidalanırlar. Xeyr, bu düzgün cavab deyil. B variantında preserve their traditions, through ceremonies and dances. Bəli, düzgün cavabımız budur ki, preserve qorumaq deməkdir. Onlar öz mədəniyyətlərini mərasimlər və rəqslər vasitəsilə hələ də qoruyub saxlayırlar. 26-cı suala baxaq. 26-cı sualda which statement is true according to the passage? Mətnə əsasən düzgün variantı seçməliyik. Burada da bizim düzgün variantımız Y variantı olacaq. Hansı ki mətndə də qeyd edildiyi kimi the Maasai's red clothing is called shuka. Onların qırmızı geyimləri shuka adlanırdı. A variantında deyir ki, onlar yalnız müasir şəhərlərdə yaşayırdılar. B variantında qeyd edir ki, jumping dance is a sports for tourists. Turistlər üçün bir idman növü idi. Onların hoppanaraq rəqs etməsi. Xeyr, bu yanlışdır. Orada da belə bir şey deyilmirdi mətnimizdə.
C variantında never move from one place to another. Köç etmirdilər bir yerdən digər yerə. Xeyr, mətndə də qeyd edildiyi kimi onlar heyvanlarını yemləmək üçün daima köç etmək məcburiyyətində qalırdılar. Çünki öz torpaqları quru idi. Orada yaşamaq çətin olsa da artıq onlar orada sağ qalmağı bacarmışdılar. D variantında qeyd edilir ki, Masailərin evləri daş və metaldan hazırlanır. Xeyr, mətndə də deyildiyi kimi, ilk abzasda deyildiyi kimi onların evləri palçıqdan hazırlanmışdı. Düzgün cavabımız Y variantı olacaq buna görə də. Davam edək 27-ci sualla. 27-ci sualda 3-cü abzasda bizə verilmiş bir sözün izahı qeyd olunub və hansı sözün definition olduğunu, yəni burada verilən izah hansı sözə məxsusdursa biz onu tapmalıyıq. To have something at the same time as somebody else. Bir şeyə başqaları ilə eyni vaxtda sahib olmaq, eyni vaxtda malik olmaq. Bu to share, bölüşmək sözünün izahı olduğu üçün cavabımız burada olacaq. To share, bölüşmək, paylaşmaq. Daha sonra 28-ci sualda bizdən power 3-cü abzasda verilən bir söz, power sözünün sinonimini istəyir. Hansı ki, həmin söz 3-cü abzasda işlənib. Gəlin bir 3-cü abzasa nəzər yetirək və görəcəyik ki, power güc, qüvvə deməkdir. 3-cü abzasda da bizim sinonimimiz, power sözünə sinonim olan sözümüz strength, güc, qüvvə sözü olacaq ki, power sözünün sinonimidir. 30-cu sualda. 30-cu sualda isə ən az 3 cümlə ilə öz fikrimizi əhatə etməliyik. Burada bizdən why is it important for people to protect their culture and tradition? Nə üçün insanlar, niyə görə insanlar üçün öz adət-ənənələrini, mədəniyyətini qorumaq vacibdir? Burada da hər kəs 3 cümlə ilə öz fikrini bildirə bilər və çalışmalıyıq ki, bu sualın cavabında cümlələr bir-biri ilə əlaqəli və əhatəli şəkildə olsun ki, sualımıza uyğun yaxşı balımızı əldə edə bilək. Ümid edirəm ki, sualların izahı sizin üçün faydalı olar və qaranlıq suallarınızın cavabını tapmış olarsınız. Çox sağ olun. Təşəkkürlər. 29-cu sualda complete the sentence by changing at least 2 words according to the passage. Mətnə əsasən cümləni tamamlamalıyıq və cümləni tamamlayarkən mətnin içindən ən az 2 sözü dəyişməklə cümləni tamamlamalıyıq. The land is open and dry. Gəlin bu hissəni mətndən tapaq. Mətndə bu hissə, baxın burada yazılıb. The land is open and dry, but the Maasai have learned to survive in this environment for centuries. Burada torpaq çox quru olsa da qeyd olunur ki, Maasailər artıq burada əsrlər boyudur ki, sağ qalmağı öyrənmişdilər. Biz də bu hissədə have learned to survive yerinə to remain alive, survive sözünü to remain alive ifadəsi ilə, for centuries isə for a long time qeyd etməklə, iki sözü dəyişib həmin cümləni tamamlaya bilərik düzgün şəkildə. Sualda isə bizdən 3 cümlə ilə suala cavab yazmaq tələb olunur. Why is it important for people to protect their culture and tradition? İnsanlar üçün öz adət-ənənələrini qoruyub saxlamaq nə üçün vacibdir? Bu sualın cavabını mən bu tipdə cümlə şəklində, 3 cümlə şəklində vermişəm. Siz də öz cümlələrinizi yazaraq, sualın cavabını əhatə edəcək dərəcədə öz 3 cümlənizi yazaraq uyğun balınızı